Ümumiyyətlə qorxu filmlərində dəfələrlə bu səhnə var ki, şər qüvvə evə daxil olanda divardakı xaç aşayaq çevrilir. Satanizmin simvollarından biri də tərsinə durmuş xaçdır. Və rus dilində belə bir söz var, izvrasheniya. Əxlaqsızlıq, mənəviyyatsızlıq, yəni azğın insana izvrashenic deyirlər. Sözün kökündə rus dilindəki vrasheniya, vrashatsa kəlməsi durur. Çönmüş, fırlanmış kimi tərcümə olunur. Kriminal verilişlərdə soruşurlar, niyə arvadını öldürdün? Deyir, valla rəis, əsəbləşdim, beynim çöndü. Klassik Slavyan mifologiyasında yenə eyni paraleli görürük. Baba Yaga meşədə yaşayan bir cadugar ifritə obrazıdır. Və bu şər qüvvə özünü necə bir uza verir, onun daxmasının ayaqları var və çönə bilir, fırlana bilir. Hərdən üzü kəndə durur, hərdən üzü meşəyə. Demək olar ki, bütün mədəniyyətlərdə, mifologiyalarda şər qüvvə özündən bir şey yaratmır. Sadəcə olan şeylərin yerini dəyişir. Sağı sol, solu sağ kimi göstərir.